Hər vaxtınız xeyir olsun, əziz dostlar. Bu günləri sizinlə 25 sentyabr tarixində dövlət qulluğu imtahanına düşmüş bəzi sualların izahlarına baxacağıq. Suallar tam formada hazırlandıqdan sonra isə onların da izahları çəkiləcək və YouTube kanalına yerləşdiriləcək. Tam formanı da yaxın günlərdə sizinlə bölüşəcəm. Bir neçə sualın izahına sizinlə baxaq. Belə bir sual var idi, sadə bir sualdır. Böyük ehtimal ki, iştirak edənlərin çoxsu yazıb. Deyir ki, aşağıdakı anaqramlardan hansı birinci sözün sonu ikincinin əvvəlidir? Mən burada variantları birini, ikisini təxmini imtahandan götürsəm də digərlərini özümdən qoymuşam. Önəmli olan sualın mahiyyəti və sualın strukturudur. Burada baxın, biz A variantındakı sözü net eləyib bura qoysaq, həm burada möhnət, həm də nəticə sözü yaranır. Həqiqətən də birinci sözün sonuna ikinci sözün əvvəlinə uyğun gəlir. Deməli, burada doğru cavabımız A variantıdır. Başqa bir sualda, məsələn, burada bizim aşkar operatorlara aid olan bir sualımız var. Bu sualda da birinci növbədə nə etmək lazımdır? Mötərizənin içindən başlayıb onu həll etmək lazımdır. Mötərizənin içərisində kvadrat operatoru gördüyümüz üçün bunu gəlib ən yuxarıda əldə edəcəyik. Burada bizim x-imiz, yəni operator işarəsindən soldakına bərabərdir. X 15-dir. Sağdakı da sağdakına bərabərdir. Yəni y də 13-dür. Gətirib burada yerinə qoyanda, yuxarıda 15 ilə 13-ü toplayanda edir 28. 28-i 4-ə böləndə bunun cavabı 7 edəcək. Amma buradan aldığınız 7-ni operatordan kənardakı bu 9 ilə bir dəfə dəhlil eləməlisiniz. Elə bil ki, bizim aldığımız bu 7 cavabı var ha. Mötərizənin içinin cavabıdır. Yanındakı bu qara dairəni və 9-u da qoyuram bunun yanına. İndi isə bunu bir dəfə də əldə edirəm. Bu səfər isə buna baxmalısınız dairə operatorunda, yəni burada. Yenə də dairənin solundakı soldakına bərabərdir, sağındakı da sağdakına bərabərdir. Yəni x 7-dir, y 9-dur. Gəlib hesablayanda x-in yerinə qoyuram 7, üstə gəlinsin. 2-ni 9-a vuran verir 18, çıxılsın 1. Bu bizə 24 verir və 24-ü 2-yə böləndə doğru cavabımız 12 eləyəcək. Belə maraqlı bir sualımız var. İmtahanda iştirak edənlərin bir qismi bu sualı yazanda çətinlik çəkmişdi. Ümumiyyətlə burada sürət məsələsinin düsturu, qaydası necədirsə, yenə də eyni qayda ilə həll olunur. Sadəcə bu qatar, tunel məsələlərində gedilən yolu bilmək istəyirsənsə, qatarın uzunluğu ilə tunelin uzunluğu toplanılmalıdır. Yəni bu suallarda bir dənə fərq budur ki, gedilən yolu bilməyin üçün qatarın uzunluğu ilə tunelin uzunluğunu sən toplamalısan. Baxın. Deməli bizə deyir ki, tunelin uzunluğu, bax, mən buraya yazıram ki, gedilən yol bərabərdir. Qatarın uzunluğu ilə tunelin uzunluğunu toplayıram. 1,75 kilometrlə üstə gəlirəm. 8-də 3 kilometrdə, yəni belə deyək də, 1 kilometrimiz 1000 metr olduğu üçün bunun 8-də 3 hissəsidir. Bu da əslində 375 metr deməkdir. Sadəcə biz bunu indi belə yazırım. 0,1000-də 375. Gedilən yol bərabərdir tunelin uzunluğu ilə qatarın uzunluğu. Yəni, qısacası gedilən yolu burada neçə edir? Bu iki rəqəmi toplayırsan, gedilən yolu tapırsan. İndi davamında nə deyir bizə? Deyir ki, əgər qatarın sürəti saatda 50 kilometrdirsə, qatar bu tuneli nə vaxtda tam formada keçər? Belə deyək də, yəni qatarın sonuncu vaqonu, axırıncı vaqonu tuneldən çıxsın. Onun üçün də elə bizim bu dediyimiz şey kifayətdir. Yəni gedilən yol tapanda sən qatarla tuneli toplayırsansa, burada artıq adi qayda ilə davamını həll edə bilərsən. Burada bizim gedilən yolumuz eləyir
tam mində 125 kilometr. İndi gedilən yol var, sürət də var. Zamanı tapmaq lazımdır. Mən burada tənasübdən istifadə edirəm. Əgər bizim qatarımız 1 saatda 50 kilometr yol gedirsə, bəs nə qədər vaxtda bu 2 tam mində 125 kilometr məsafəni qət edər? Amma burada mən nə edəcəm? Artıq saatı saniyə ilə çevirəcəm. Saniyə ilə hesablasanız işiniz daha rahat olacaq burada. Ona görə də bizim 1 saatımız 60 dəqiqədir və hər dəqiqəmiz də 60 saniyə olduğu üçün, yəni qısacası 1 saatımız 3600 saniyədir. Ona görə mən burada belə bir tənasübdən istifadə edirəm. Əgər bu qatar 3600 saniyədə 50 kilometr məsafə qət edirsə, bəs 1 saniyədə nə qədər? Daha doğrusu neçə saniyədə? 2 tam mində 125 kilometr məsafəni qət edir. 3600 saniyədə bu məsafəni qət edirsə, neçə saniyədə bu məsafəni qət edər? Tənasübü adi qayda ilə həll edirsiniz, çarpaz formada bir-birinə vurursunuz. Sürətli alınsın deyə birbaşa kalkulyatordan istifadə edirəm. 3600-ü vururam 2 tam mində 125-ə və alınan ədədi bölürəm 50. Burada bizim cavabımız alınır. X bərabərdir 153 saniyə. 153 saniyədə 2 dəqiqə 33 saniyə deməkdir. Deməli, bizim cavabımız 2 dəqiqə 33 saniyə. Növbəti bir sualımız fiqurlarla bağlıdır, amma bu biraz sadə sualdır. Burada diqqətlə baxsanız, fiqurların hər birinin tərəfləri birdən artır. Üçbucaq olur burada dördbucaq. Yəni tərəfləri birdən artır. İçərisindəki dördbucaq da olur burada beşbucaq. O da birdən artır. Onda bizdə də burada bunun əgər böyük fiquru beşbucaqlıdsa, birdən artanda olacaq altıbucaqlı. İçindəki də altıbucaqlıdsa, birdən artanda olacaq yeddibucaqlı. Cavabımız D variantı. Bəzən belə olur, məsələn, biri artır, biri azalır. Belə suallar da ola bilir. Amma məsəl üçün burada ikisi də bir vahid artır. Yaş məsələsi ilə bağlı. Deyir ki, hal-hazırda atanın 31, uşağın 8 yaşı var. Uşağın yaşı, yəni uşağın neçə yaşı olanda ata uşaqdan 2 dəfə böyük olar. İndi burada biraz cümlə fərqli idi. Mən bunu bu formada qeyd edirəm burada. Hal-hazırda atanın 31, uşağın 8 yaşı varsa, biz birinci bilməliyik ki, bu neçə ildən sonra baş verir? Neçə ildən sonra ata uşaqdan 2 dəfə böyük olar? O zaman sən bunun da üzərinə x gəlirsən, bunun da üzərinə x gəlirsən. Neçə ildən sonra olduğunu bilmədiyin üçün hər ikisinin üzərinə x əlavə edirsən. Və ata uşaqdan 2 dəfə böyükdürsə, biz uşağı 2-yə vuracağıq ki, onlar bir-birinə bərabər olsun. Buradan alınır 31 üstə gəlinsin x bərabərdir 16 üstə gəlinsin 2x-ə. Buradan x bərabərdir 15-ə. Belə çıxır ki, 15 ildən sonra ata uşaqdan 2 dəfə böyük olacaq. Amma bizdən bunu soruşmur, bizə demir neçə ildən sonra. Bizə deyir ki, həmən vaxt uşağın neçə yaşı olacaq? 15 il keçdiyinə görə, uşağın indi 8 yaşı varsa, bunun üstünə 15-i gəlirsən, həmən vaxtı uşağın 23 yaşı olacaq. Yəni 15 ildən sonra bu baş verəcək və həmən vaxtı uşağın 23 yaşı olacaq. Deməli, tərəzilərlə bağlı bir sualımız var. Tərəzilərlə bağlı olan bu sualda fiqurları idi, üçbucaq idi, dairə idi. Mən də bunu rahat olsun deyə burada əvəzlədim hərflərlə, rahat yadda qalsın deyə. Belə bir suala baxaq. Qiymət qoymadan da istifadə edə bilərsiniz. Əvəz etmədən də istifadə edə bilərsiniz. Mən qiymət qoyacağam. Deyək ki, bunlara qoyuram məsəl üçün şeylərə 1 kiloqram, buna da qoyuram 1 kiloqram. İkisi birlikdə oldu 2. Deməli B2-dir. B qoyuram 2, 2, 2. A'lar olur 3, 3. A 3-dürsə, bir buna bərabər olan bir variantı tap. Cavab A variantı. Bir dənə B, bir dənə C. Tərəzilərlə bağlı düşən sualda sadə, rahat bir sual idi. Amma orada dediyim kimi bunu fiqurlarla vermişdik.
Mən isə bunu dəyişdirdim. Aşağıdakı cütlüklərdən hansında məntiqi əlaqə pozulub? Kolizey İtaliyada yerləşir, Eyfel Fransadadır, Qız Qalası Azərbaycandadır, Kreml Rusiyadadır, amma Tac Mahal Türkiyədə deyil, Hindistandadır. Ona görə də burada doğru cavabımız olacaq D variantı. Belə, dediyim kimi sualların digər hissəsini də sizinlə bölüşəcəm. YouTube kanalımızı izləməyə davam edin. Sağ olun, hələlik.